Fikirəm ki, tarix müəllim deyil ki, sən nəyə öyrətsin. Tarix dərslikdir. Oxuyan oxuyur, nəticəsini çıxardır, dərsini alır, öyrənir. Oxumayan, oxumağı bacarmayan, öyrənməyi bacarmayan, düzgün nəticələri çıxarmağı bacarmayan isə oxusa da, oxumasa da tarixdən faydalana bilmir. Bu baxımdan gerçəklik budur ki, xüsusən avtoritar liderlər tarixdən faydalana bilmirlər. Tarix boyu, həm uzaq tarix, həm yaxın tarix, son 10 illiklərin tarixində onlarla diktatorlar, onlarla avtoritar liderlər başlarına nələr gəldi gördük. Elə hadisələr oldu ki, hətta o diktatoriyaya nifrət edən demokratlar belə heyslənirlər ki, insana bu qədər əziyyət vermək olar, insanı bu cür incitmək olar, insanı bu qədər təhqirləmək, aşağılamaq olar. Amma baş verdi bu hadisələr. Və təəssüf ki, avtoritar liderlər bu tip hadisələrdən yetərincə nəticə çıxara bilmirlər. Amma buna baxmayaraq biz həqiqətləri deməliyik, həqiqətlər təqdim olunmalıdır. İnsanlar görməlilər ki, alternativ düşüncələr var, fərqli yanaşmalar